Öb şəkilsi həm nəqli keçmiş zaman şəkilsi kimi işlənir, yəni xəbər şəklində, həm də fe'li bağlama şəkilsidir. Hər ikisi də qrammatikdir və hər ikisi də nitq hissəsi baxımından fe'l olur. Fərqlər nədir? İndi baxaraq. Öb şəkilsi özündən sonra şəxs şəkilsi qəbul edir və cümlənin fe'li xəbəri olur. Yəni, öb nəqli keçmiş zamanda şəxsi və kəmiyyətə görə dəyişir və fe'lin xəbər şəklində olur. Məsələn, tapşırıqlar yerinə yetirilibdir. Dir burada şəxs xəbəri şəkilsi, şəxs şəkilsidir, şəxs onluğudur. Sonra fe'li bağlamada isə öb şəkilsi şəxs şəkilsi qəbul etmir, başqa bir sözə aid olur. Adətən fe'li bağlama ilə cümlə bitmir. Məsələn, şəklə baxıb kövrəldi. Nə etdi? Kövrəldi. Necə kövrəldi? Şəklə baxıb kövrəldi. Zərfin sualına cavab verir. Tərz mənasını bildirsə də, nitq hissəsi baxımından yenə deyirəm, fe'ldir, zərf deyil. Və öb şəkilsi, şəkilçili fe'li bağlamanı başqa formada tapmaq üçün birinci növbədə bayaq qeyd etdiyimiz kimi dır şəxs xəbəri şəklini qəbul etmir, şəxs onluğunu qəbul etmir və bundan da əlavə olaraq öb şəkilsi fe'li bağlama, öb şəkilçili fe'li bağlama araq şəkilçisi ilə dəyişə bilərik. Məsələn, şəklə baxaraq kövrəldi.